Farmaniya.com dələduzluq promiliyasının idarəçisi Hüseyn Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatdı. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Məhkəməyə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ən ağır ittiham, Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi, cinayət yolu ilə əldə edilmiş əmlakı legallaşdırma üzrə bəraət verib. Hökmə əsasən Hüseyn Quliyev təkrar dələduzluqda və qumar oyunları təşkil etməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Prokuror isə əvvəlki iclasda Hüseyn Quliyevə 10 il həbs cəzası tələb etmişdi. Qeyd edək ki, 19 yaşlı Hüseyn zərər çəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini deyib. Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsinə nail olub. Daxili İşlər Nazirliyinin KB Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən ötən ilin qışında keçirilən əməliyyatla Hüseyn həbs edilib. Xatırladaq ki, Hüseyn Quliyev sosial şəbəkələrdə populyar olan Zevsin qardaşıdır.